İndi öz aramızda dostun öz yeri var, tanışın öz yeri var, amma qardaşım yeri məndə tam başqadır. Mənim pulum olanda da, olmayanda da dəyişməyən yeganə insan elə mənim öz qardaşımdır. Biz ikimiz də kasıb kişinin kasıb balalarıyıq. Vaxt olub ki, bir siqareti asfalda getmişik, bir bütöy çörəyi yavan da yemişik. Amma heç vaxt bir-birimizi dar ayaqda qoyub boyun qaçırtmamışıq. Əksinə bir-birimizə patleşka olub, bir-birimizə arxadaya olmuşuq. Ona görə də o kişinin oğlu mənim həm canımdır, həm də damardan axan qanımdır, vuran nəbzimdir. Bir sözlə, mən brilliantam, qardaşım o parıldayan daşı qaşıdır. Daşsız, qaşsız brilliantın dəyəri olmaz. Qardaşım da mənim dəyərimdir və bu həyatda ən böyük sərvətimdir. Yaxşı ki varsan, mənim qardaşım.